Bu audio artıq səni harmoniya vəziyyətinə kökləyir. Bu köklənmə sayəsində mən indi arzuladığım gələcəklə eyni vibrasiya tezliyinə daxil oluram. Bu köklənmənin təsiri bütün gün, hətta yuxuda belə davam edəcək və mənim yeni reallığım kainatın hər bir lüşəsində təzahür etməyə başlayacaq. Mən qəlbimi, bədənimi və zehni ali şuurla, ilahi sevgisiyle, sonsuz imkanlar məkanı ilə harmoniyaya kökləyirəm. Qəlbim kainatla tam harmoniyada yaşayır. Mən həm oyaq ikən, həm də yuxuda tamamilə azad yaşayıram. Kainatın bütün strukturları ilə tam ahəng içindəyim. Ruhum azad və müdrik kainatla bir olmağa başlayır. Qəlbim sevgi və harmoniya ilə doludur. Bədənim gərginlikdən azad olur və hər bir hüceyrəm kainatın axınına qoşulmağın sevincini hiss edir. Elə indi arzuladığım gələcəyin gəldiyi anda yaşayacağım həmin hissləri duymağa başlayıram. Özümü çox sevincli, çox rahat və çox əmin hiss edirəm. Gələcək artıq gəlib, o məni xoşbəxt edib. Hər şeyin məhz düşündüyüm kimi alındığını dərk etmək necə də xoşdur mənə. Mən məhz istədiyimə sahibəm. Bu məndə var. Bu artıq mənimdir və mən xoşbəxtəm. Axı necə də yaxşıyam mən. Bütün ruhum, bütün bədənim işıqla, sevinclə, xoşbəxtliklə doludur. Zehnimdə xoşbəxtlik, sevinç və dərin təhlükəsizlik hissi yaşayır. Həyatım kainatın harmoniya ritmi ilə axır. Həyatımın bütün tərəfləri tarazlıqdadır. Hər şeyim var. Hər şeyə sahib olduğumu daxilən hiss etmək necə də xoşdur. Mən tam bir insanım. Özümlə və dünya ilə harmoniya içindəyim. Ruhum dinçdir. Həyatımda baş verənlərdən dərin məmnunluq duyuram. Nəhayət ki, xoşbəxtlik mənim evimə gəldi. Bütün bədənimlə hiss edirəm ki, məndən ətrafa xoşbəxtlik, sevgi və güc vibrasiyaları yayılır. Hiss edirəm ki, mən içəridən parlayıram, mən işığam. Bu, arzumun gerçəkləşməsinin, minnətdarlığımın, xoşbəxtliyimin işığıdır. Bu vibrasiyalar dünyaya, kainata yayılır. Mən kainatın xoşbəxtliyi və harmoniya axını ilə birləşirəm. Ruhum xoşbəxtlikdən, sevincdən nəğmə oxuyur. Mən parlayıram.